İslam Makiyevin o möhtəşəm qələbəsindən sonra hər kəsin ağlında eyni sual dolaşır. İslam bundan sonra kimlə döyüşəcək? Bildiyiniz kimi ona meydan oxuyanlar və hazırda sırasını gözləyən təhlükəli adlar var. Çəki dərəcəsinin üst sırasındakı döyüşçülər İslamla qarşılaşmaq üçün bildiyin can atırlar. Hətta UFC 330 gecəsində bunun bazarlığı belə getmişdi. Carlos Prates və Michael Morales hər ikisi də İslamla döyüşmək istəyir. Bu söhbətlərin və həmin gecənin dərhal ardından Prates İslam'a açıq şəkildə meydan oxudu. Yaxşı, bəs bu gün İslamın növbəti rəqibi ilə bağlı nələr danışdı? Gəlin əvvəlcə elə İslamın öz açıqlamaları ilə başlayaq. Dünənki videomda İslam və Yerinin döyüşünü həm analiz etmişdim, həm də öz fikirlərimi demişdim. Çox maraqlı bir video alınıb, izləməyini tövsiyə edirəm. Kartlara onu yerləşdirəcəm. Bu videonu bitirdikdən sonra isə izləyə bilərsən. İslam döyüş gecəsinin sonunda qatıldığı bir proqramda ona verilən "Səncə növbəti rəqibin kim olmalıdır?" sualına net bir şəkildə cavab verdi. İslamın sözləri bu şəkildə idi. Hazırda baxdığımızda Şafqat döyüşmür, pasiv vəziyyətdədir. Prates isə hələ də döyüşür və çox aktivdir. Morales yaxşı döyüşçüdür, amma sonuncu dəfə nə vaxt maça çıxdığını heç xatırlamıram belə. Məndən kimin daha çox haqq etdiyini soruşsanız, mənim cavabım Carlos Prates olardı. Yəni burada net bir şəkildə görsənir ki, İslamın beynində tutduğu rəqib Carlos Pratesdir. Ədalətli yanaşsaq, şans ikisindən birinin üzünə güləcək. Amma İslam öz seçimini Carlos Pratesdən yana edir. UFC 330 gecəsi boyunca Prates və Morales davamlı olaraq yan-yana idilər. Zalda çəkdirdikləri bir videoda ortalığı biraz canlandırmaq istəyən Morales'in bir dostu Prates Morales döyüşü deyə qışqırmağa başladı. Prates isə dərhal cavab verdi, mən kəmər üçün döyüşəcəm. Morales'in dostu döyüş üçün noyabr ayını işarə etsə də, Prates'in ağlında tam fərqli bir plan var, belə görsənir. Noyabr ayında düşündüyünə görə İslamla qarşılaşıb onu məğlub etmək, ardınca da 2027-ci ilin aprel ayında və yaxud daha sonraki aylarında Michael Morales'lə hesablaşmaq istəyir. Mənim düşüncəmə baxsanız isə mən qıraqdan baxdığım zaman möhtəşəm döyüşlər gözləyirəm. Paraleldə bu cür addımları Dana White UFC-də sevir, bu cür altı dolu söhbət hər zaman daha yaxşı hype yaradır, daha çox biletlər satır, daha möhtəşəm döyüşlər izləyirik. Ən azından döyüşlərin biraz da alt mətni dolmuş olur. Ötən gün izlədiyim videolarda Prates biraz inanılmaz dərəcədə qaza gəldiyini düşündüm. Trash talk işlərini yaxşı bacarır və Morales'in ingilis dilində danışa bilməməsindən öz xeyrinə istifadə edir. Maşında da paylaşdığı videoda birbaşa İslam Makiyevə səsləndi. Səni nokaut eləyəcəm dostum, beynimdə hər şey çox aydındır, səni nokaut eləyib o kəməri Braziliyaya aparacam və Braziliyadan çıxan ilk welterweight çempionu olacam kimi sözlər işlətmişdi. Prates'in komandası sosial medianı həqiqətən mükəmməl istifadə edir. Çempionluq maçını almaq üçün UFC'nin bu cür səs-küy yaratma işlərini daha çox sevdiyini yaxşı bilirlər. Görək Carlos Prates bu dəfə istədiyini ala biləcəkmi? Hər iki döyüşçünün göstəricilərinə baxanda kəmər maçını sonuna qədər haqq etdiklərini görürük. Morales 8 maçlıq məğlubiyyətsizlik seriyası ilə çox qorxuducu görsənir. Prates isə son maçlarında Leon Edwards və GDM kimi nəhəng adları devrərək bura gəlib. Amma öz fikrimi deyəcək olsam, Prates nə qədər istəsə də, məncə bu maçı Michael Morales daha çox almalıdır. Adam bir neçə ay əvvəl 100 kilolar qədər çıxmışdı. Oradan o çəkini salıb ehtiyat döyüşçü kimi tərəziyə keçmək hər adamın işi deyil. Hər an maça çıxırmış kimi hazır görünmək də böyük bir ürək tələb edir. Çünki döyüşüb döyüşəməyəcəyin bəlli deyil və sən kampa girirsən, hazırlaşırsan, mümkündür ki, döyüşə az qala və yaxud bir neçə gün qala idmançılardan biri döyüşə bilməsin, döyüşdən çəkilsin, zədələnməsi olsun, hər nə olur olsun. Sən kəmər maçına çıxacaqsan, bu fərqli bir avradır. Ciddən buna görə də mən Michael Morales'i təbrik edirəm. Bu adam çox yaxşı yerlərə gələcək, demədi deməyin. Ian Gary və Michael Morales arasında UFC 330-un arxa planında yaşananlar döyüş dünyasında ən çox danışılan mövzulardan birinə çevrildi. Hər şey UFC Performans İnstitutunda yaşanılan bir iddia ilə başladı. Deyilənlərə görə Gary orada Michael Morales'in dostları ilə söhbət və gərginlik yaşayıb. Morales məsələdən xəbər tutduqdan sonra isə instituta getdiyi zaman Gary artıq oradan ayrıldığı iddia edilirdi. Lakin UFC 330-dan sonra arxa tərəfdə Morales'i yaxalayan Gary şayələrə son qoymaq üçün birbaşa olaraq onun yanına getdi və soyuqqanlı bir şəkildə aralarında nə problem var idisə onu danışmaq istədiyini dedi və onun sözləri belə idi: "Haqqımda bir çox iləri geri sözlər danışmısan, eybi yoxdur, problem deyil. Sadəcə dediklərinin altını doldura biləcəyindən əmin ol. Mənimlə münaqişə yaşadığına dair uydurduğun o hekayənin hər nədirsə, mən elə şey yaşamamışam. Bunu sən də yaxşı bilirsən. Sən yaxşı döyüşçüsən. Çıx, döyüş və qazanmağa davam et. O zaman hər şeyi edə biləcəksən.
Protezlə döyüş, İslamla döyüş, sadəcə döyüş və danışma. Geri davamı necə isə belə dedi: "Sən canavarsan, güclüsən. Bu idmanda insanlar mənim haqqımda atıb tutduqları zaman adətən görməzdən gəlirəm. Sən gəncsən, zehnən güclüsən, yaxşı döyüşçüsən. Bu da deməkdir ki, hər şeyə qadirsən. Yaxşılıq yay və yaxşı işlər gör. İnsanları nokaut edirsən, əzirsən. Bu idmanda hörmət gətirən şey bax budur." Tərəflərdən biri iddia edir, digəri isə təkzib edir. Lakin bu söhbətdən sonra ikili davasız şavasız şəkildə sakitcə ayrıldı. Məsələni üzbəüz həll etdikdən sonra öz soyunub geyinmə otağına keçən İrlandalı döyüşçü burada komandasına və ailəsinə qarşı daha da yetkin bir nitq söylədi. "Mən bunu Charles Oliveira'dan öyrənmişəm. Bu idmanda uduzmağın heç bir önəmi yoxdur. Əksinə, məsələ uduzmaqdan çox necə geriyə dönməyindir. İslamla olan döyüşümdən qalib ayrılmamış ola bilərəm, amma sizin hamınız mənim yanımda olduğunuz müddət boyunca mən hər gün qazanıram. Hamınızı çox sevirəm." Geri həm Moraleslə olan söhbəti birbaşa dayandıraraq Makhachev məğlubiyyətindən sonra göstərdiyi bu psixoloji nitq ilə UFC 330-un arxa planında tam bir yetkinlik dərsi keçdi. Welterweight dərəcəsi hazırda sözün əsl mənasında qaynayır. Diviziyada elə bir gərginlik, elə bir rəqabət var ki, hər an hər bir şey ola bilər. Bir tərəfdən kəmər iddiasında olan təcrübəli adlar, digər tərəfdə isə arxadan sürətlə gələn yeni nəsil gənc ulduzlar. Xüsusilə son yaşananlardan sonra diviziyadakı tarazlıq tamamilə pozuldu. İndi isə hər kəs eyni sualı verir: kəmər xəttində növbəti addım nə olacaq? Əgər UFC rəhbərliyi bir şəkildə İslama rəqib kimi Carlos Pratezi verərsə, bu diviziyadakı bütün kartlar yenidən paylanılacaq. Çünki Pratezin son vaxtlardakı nokaut seriyası və stoykadakı təcrübəli stili onu hər kəs üçün əsl kabusa çevirir. Əgər Pratez İslam maçı baş tutarsa, bu senaridəki bir sonraki addımda bizi inanılmaz bir qarşılaşma gözləyə bilər. Ian Machado-Geri ilə Michael Morales maçı. Bilirsiniz ki, UFC 330-un arxa planında hər iki döyüşçü arasında kifayət qədər ciddi gərginlik və şayələr yayılmışdı. Ian Geri məsələni sakitləşdirməyə çalışsa da Moralesin diviziyadakı yüksəlişi göz qabağındadır. Bu ikili gənc və iddialı döyüşçünün oktagonda hesablaşması təkcə azərkeşlər üçün yox, diviziyanın gələcəyini də müəyyən etmək üçün də çox vacibdir. Burada ən kritik məqamlardan biri də vaxt amilidir. İslam Makhachev Ramazandan əvvəl, yəni dekabr və yanvar ayına kimi qəfəsə dönmək istədiyini açıq şəkildə bildirmişdi. Bu da o deməkdir ki, UFC rəhbərliyinin çox az vaxtı var və hadisələr bundan sonra daha sürətli bir şəkildə cəryan edəcək. Makhachevlər gecə-gündüz çalışır çünki variant çoxdur, amma səhv bir addım olmaz. Bütün bu baş verənlər bir şeyi aydın göstərir. Bizim qarşımızda çox həyəcanlı, gərgin və gözlənilməz bir mövsüm gözləyir. UFC rəhbərliyi, xüsusən də Dana White, bu qədər iddialı, ac və bir-birinə meydan oxuyan döyüşçülər varkən azərkeşlərini darıxmağa qətiyyən qoymayacaq. Onlar yaxşı bilir ki, azərkeşlər dram, fərqli stillərin toqquşmasını və təmiz nokautları görmək istəyir. Nəticə nə olur olsun, mənzərə aydındır. İstər İslamın yeni rəqibi Carlos Pratez olsun və öz nokaut gücünü çempiona qarşı sınasın, İstərsə də Michael Morales Ian Geri'nin keçərək kəmər şansının qapısını bir dəfəlik bağlasın. Sonda qazanan heç şübhəsiz ki, yenə də biz. Döyüş idmanını sevənlər olacaq. Çünki qarşıda bizi illərlə xatırlaya biləcəyimiz bir döyüş gecələri gözləyir. Və siz necə düşünürsünüz? İslam Makhachevin qarşısına ilk olaraq kim çıxmalıdır? Son vaxtlar rəqiblərini darmadağın edən Carlos Pratez, yoxsa məğlubiyyətsiz ilərləyən Michael Morales və ya Ian Geri bu iki ismin qarşısını kəsə bilərmi? Öz proqnozlarınızı və fikirlərinizi rəylərdə mütləq yazın. Gəlin aşağıda bir-birimizlə müzakirə edək. Videonu bəyənməyi, kanala abunə olub bildirimləri açmağı unutmayın ki, yeni təhlilləri qaçırmayasınız. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın.